Azərbaycan polisinin yaranmasının 107-ci il dönümü münasibətilə Daxili İşlər Naziri General-Polkovnik Vilayət Eyvazov və Nazirliyin rəhbər heyəti fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin abidə kompleksi önünə əşil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad edilib. Daha sonra Respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş mərd mübarizlərin uyduğu Şəhidlər Xiyabanı ziyarət olunub. Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Polis gününə və 2024-2025-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib. Peşə bayramı münasibəti ilə Azərbaycan Respublikası Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbriklərini və ən xoş arzularını şəxsi heyətə çatdıran General-Polkovnik Vilayət Eyvazov ötən 107 ildə polisin keçdiyi şərəfli və zəngin xidmət yolundan yaratdığı dəyərli ənənələrdən, xüsusən Ulu Öndər Heydər Əliyevin Respublikaya rəhbərlik etdiyi dövrlərdə daxili işlər orqanlarının fəaliyyətinin təşkili, milli ruhlu vətənpərvər kadrlarla möhkəmlənməsi sayəsində görülən mühüm işlərdən danışıb. O, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Daxili İşlər Nazirliyində güclü və müasir maddi-texniki baza yaradıldığını, zamanın çağırışlarından irəli gələn struktur dəyişikliklər aparıldığını, şəxsiyyətin sosial müdafiəsinin gücləndirilməsi, peşə hazırlığının artırılması sayəsində sistemli tədbirlərin həyata keçirildiyini və əməliyyat xidməti fəaliyyətinin vətəndaş məmnunluğu təmini prinsipləri üzərində qurulması ilə bağlı həyata keçirilmiş tədbirləri vurğulayıb. Cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilən polis orqanlarının hər bir şəxsin qanuni mövqeyini, hüquq və azadlığının müdafiəsini yüksək səviyyədə təmin etdiyini qeyd edib. Xidməti vəzifələrin icrasında daxili işlər orqanlarına hər zaman yardımçı olan, polisin peşə bayramının sevincini bölüşən vətəndaşlara, daxili işlər orqanlarının veteranlarına, dövlət qurumlarının rəhbərlərinə və əməkdaşlarına, qeyri-hökumət təşkilatları və media nümayəndələrinə təşəkkür ifadə olunub. Təntənəli tədbir şəxsi heyətin tribuna qarşısından keçidi ilə yekunlaşıb.